Növbəti ilin büdcəsini sizin belə nəzakətli formada eyhamla ifadə etdiyiniz kimi mən çalışacağam ki, belə asan, orta statistik vətəndaşlarımızla başa düşdüyü dildə olsun deyə 100 manatlıq bizim təsəvvür edin ki, bir büdcəmiz vardır. Yəni 100 manatlıq bizim bir gəlir piroqumuz var. Bunu biz 33 manatını deməli NEF fondundan götürüb, yəni biz ona transfertlər deyirik. NEF fondundan götürüb dövlət büdcəsinin gəlir mənbəyinə qoyuruq və bu bizim gəlir mənbəyimizin bir əsası hesab olunur. Əvvəllər hər zaman birinci yerdə əsas donorumuz olurdu NEF fondu. Amma indi artıq bir neçə ildir ki, NEF vergilərdən daxil olmalar NEF fondunu üstəliyibdir. Məsələn, vaxt vardı ki, Azərbaycan dövlət büdcəsinin gəlirinin hər 100 manatını 60 manatı 60.3 manatı bir il olubdur ki, ən yüksək NEF fondundan transfertlər təşkil edibdir. Və sonra bu nisbət aşağı düşüb. İndi hazırda bu rəqəm 33 manatdır. 44 manat bizim vergilər xətti ilə daxil olmalardır. Vergi ödəyicilərindən daha çox çiyinləri üzərində durur bizim büdcəmiz və 18 manat isə gömrükdən daxil olmalardır və 3 mənbəmiz bizim 95 manat edir cəmi olaraq. Yerdə qalan 5 manat isə digər mənbələr təşkil edir. Burada büdcədən kənar fondlardır və sair daxil olmalar mənbəyimiz vardır ki, yəni bu ümumi diapazon, gəlir diapazonumuz bundan ibarətdir.